Bakı Limanının sabiq direktoru müavininin böyük maliyyə maxinasiyaları üzə çıxıb. Bu ilin 6 yanvar tarixində Bakı Beynəlxalq Dəniz Limanı MMC-nin sabiq direktor müavini Söhrab İsmayılovun işdən azad olunmasından sonra onun fəaliyyəti ilə bağlı araşdırmalar aparılıb. Bir xəbər media Müsavat.com-a istinadən xəbər verir ki, həmin dövrdən başlayaraq Söhrab İsmayılovun ciddi maliyyə pozuntularına yol verməsi barədə şübhələr artdığı üçün onun maliyyə məsələləri üzrə müavin olduğu dövr üzrə yoxlama həyata keçirilib. Bu günlərdə başa çatan araşdırma nəticəsində müəyyən olunub ki, İsmayılov Port Bonded Service MMC-nin rəhbəri Məmməd Topalovla birlikdə dövlət büdcəsinə ödənilməli olan vəsaitlərin mənimsənilməsi üçün fırıldaqçı sxem qurub. Bildirilir ki, bu şəxslər Dubayda təsis etdikləri şirkət vasitəsilə Bakı limanının xarici müştərilərini ödənişlərin birbaşa limanın rəsmi hesablarına deyil, həmin xarici şirkətin hesablarına köçürülməsinə inandıra biliblər. Nəticədə dövlət büdcəsinə və Bakı limanına daxil olması nəzərdə tutulan külli miqdarda vəsait xaricdə yaradılmış şirkətin hesablarına və Port Bonded Service MMC-nin hesablarına yönəldilib və sonradan həmin vəsaitlərin Söhrab İsmayılov və Məmməd Topalov tərəfindən mənimsənilməsi sübut olunub. Bununla yanaşı, Bakı limanı ilə Port Bonded Service MMC arasında bağlanmış eksklüziv müqavilə əsasında müəyyən yük əməliyyatlarının icrası üzrə bu şirkətə qanunvericilikdə nəzərdə tutulmayan üstünlüklər və qiymət güzəştləri verilib. İddialara görə bu razılaşma rəqabət prinsiplərinin pozulmasına gətirib çıxarıb və Bakı limanının müştərilərinə Port Bonded Service MMC ilə əməkdaşlıq etmələri tövsiyə olunub. Yalnız bir yük növü üzrə həyata keçirilən əməliyyatlar nəticəsində son 5 il ərzində dövlət büdcəsinə təxminən 2 milyon manata yaxın ziyan dəydiyi müəyyən olunub. Məlumata görə qanunsuz varlanma nəticəsində Söhrab İsmayılov və Məmməd Topalov Ağşəhərdə bahalı mənzillər alıblar və bahalı avtomobillər kolleksiyasına sahib olublar. Eyni zamanda bildirilir ki, İsmayılov 2021-26-cı illər üzrə limanda maliyyə məsələləri üzrə müavin vəzifəsində çalışdığı dövrdə qanunsuzluqlarla bağlı sorğulanan zaman məsuliyyəti digər şəxslərin üzərinə atmağa çalışıb və istintaq qrupunu azdırmağa cəhd göstərib. Lakin ortaya qoyulan sənədlər və dəlillər qarşısında geri çəkilməyə məcbur olub və günahını boynuna alıb. Ondan tələb olunub ki, dövlətdən oğurlanan vəsaitlər dövlət büdcəsinə qaytarılsın və artıq o, bu vəsaitin müəyyən hissəsinin qaytarılmasını təmin edib. Lakin istintaq tələb edib ki, məbləğ tam həcmdə qaytarılmalıdır. Həm Məmməd Topalov, həm də Söhrab İsmayılov dövlətə dəyən ziyanı tam ödəməlidirlər. Əks halda araşdırma nəticəsində məhkəməyə yönləndiriləcək və bununla da onların həbs olunması məsələsi gündəmə gələcək.